13 noyabr 2025-ci ildir və həftənin cümə axşam günü dəyərli izləyicilər, Polad Bülbüloğluya qarşı şok ittiham, onu Ramiz Mehdiyevlə işbirliyində ittiham edirlər. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində kinonu və təkcə kinonu deyil, hər sahəni dağıdan Ramiz əmi ilə, yəni Ramiz Mehdiyevlə Respublikanın bütün kinoteatrlarını satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə hədiyyə edən, Şıxovda keçmiş SSR-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları, kitabxanaları rahatca həzm edən, üstündən də su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayiş avadanlığını sehirli çubuğu ilə Nazirliyin balansından sildirən, kinoprokat kimi böyük bir strukturu ləğv edən bir şəxs əmlakını isə silən birinə bugün nə düşüb ki, kinoya pul ayrılmasının vacibliyindən danışır. Bax, bu ard-arda olan bütün ittihamlar Polad Bülbüloğlu'na yönlənib və bu sözləri də Rəşid Behbudov Fondunun direktoru, tanınmış jurnalist Kamil Şahverdi, sabiq Mədəniyyət Naziri və hazırda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olan Polad Bülbüloğlu'nun açıqlamasına cavab olaraq deyib. Deyir, bir neçə gün bundan qabaq işbaz, dələduz, oğru, Şvitkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən danışırdı. Ramiz əmi vurulandan sonra qeybə çəkilənlərə bir mesaj idi deyəsən. Bunlar da yavaş-yavaş baş qaldırmağa başlayıblar deyir. Yəqin Moskvadan göstəriş gəlib. Başqa bir səbəb isə odur ki, gələn il millətimizi aşağılayan Qorxma mən səninləyəm filminin 3-cü hissəsini çəkmək keçir xəyallarından. Yenə bizim pulumuzla bizi aşağılamaq istəyirlər deyə yazır Kamil Şahverdi. İnanın ki, bunları milli mədəniyyətimiz, incəsənətimiz, kinomuz, teatrımız, ədəbiyyatımız, musiqimiz, rəngkarlığımız qətiyyən düşündürmür. Yalnız və yalnız şəxsi maraq və Moskvadan gələn tapşırıq olanda səsləri çıxır. Yoxsa bunun bu ahıl yaşından nə vecinədir ki, gələn il kinoya pul ayıracaqlar, yoxsa yox deyə Kamil Şahverdi bildirib. Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu parlamentin bir neçə komitəsinin dünənki iclasında Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı kino sahəsinə pul ayrılmamasına etiraz edib. Kamil Şahverdi isə Polad Bülbüloğlu'nun zamanında mədəniyyət sahəsində, kino sahəsinə necə silinməz zərbələr vurduğunu xatırladı və deyir ki, bunların hamısı Rusiyanın tapşırıqlarıdır. Şvitkoyun səfərindən sonra baş verən proseslərdir. Ramiz əmidən sonra səsləri çıxmayan Polad Bülbüloğlu, Ramiz əmidən sonra səsi çıxmayan Polad Bülbüloğlu indi danışır və yenə də müəyyən pul paralar yemək fikrindədir və deyə bu cür də ittihamlar səsləndirir. Maraqlıdır ki, ilk dəfədir ki, Polad Bülbüloğlu məsələsi ilə bağlı, yəni Ramiz Mehdiyevin komandasına daxil olması ilə bağlı da bir ittiham gəldi. Bunu da deyən Rəşid Behbudov Fondunun direktoru, tanınmış jurnalist, demək ki, və Rəşid Behbudovun kürəkəni Kamil Şahverdidir, dəyərli izləyicilər.